Əbədi nura eşq olsun. Amin. Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əzizlərim. Bir daha hər birinizi xoş gördük. Növbəti çıxışı hazırlamışam və sizin ixtiyarınızdadır. Buyurun, dinləyin. Əvvəlcə müdrik kəlamlardan bir neçəsini nəzərinizə çatdırım. Sonra keçərik ikinci mövzuya, hansı ki, Uols Allahı ilə söhbət edir. Növbətini oxuyacağım və müəyyən fikirləri söyləyəcəm sizlərə. Mövlana deyir ki, axtardığın həqiqət uzaqlarda deyil. İnsanın ən böyük yolçuluğu öz daxilinə etdiyi yolçuluğudur. Demək, axtardığın həqiqət uzaqlarda deyil. Bəli, biz təsəvvürümüzdə Allahımızı göylərdə olan kimi qəbul etmişik. Ancaq indi həyat sirlərindən agah olduqca görürük ki, bəli, bizə elə görünür, elə təsəvvür edirik, elə başa düşürük və belə də başa düşmüşdülər. İndi isə bir çox oyanışlı insanlar həqiqətə çatmaq üzrədirlər. O cümlədən də biz bu kimi fikirləri qəbul edirik, hansı ki, uca Allahımız heç də bizdən uzaqda deyil, o bizim varlığımızdadır. İnsanın ən böyük yolçuluğu öz daxilinə etdiyi yolçuluqdur. Bu, özünü dərk etmə deməkdir. İnsan həyata diqqətlə yanaşdıqca ilahi varlıqlar tərəfindən elə bil ki, aşkar olunur və nəzarətə götürülür. Həmin insanın inkişafına təkan verirlər və beləliklə də insan kənarda axtardıqlarını öz varlığında dərk etməyə başlayır. Bu elə həqiqət dediyimizdir ki, insanın ən böyük yolçuluğudur bu. Hansı ki, uca Allahımızdan heç də uzaqda deyil, Allahımız insan varlığındadır. Və mənim söylədiklərim də belədir ki, həyat hər bir fərdin xəyalı daxilindədir. Yəni ki, xəyal etdikləri onun şuur dairəsi daxilindədir. O, insanın öz aləmidir. Hər bir fərd tərəfindən bu belə qəbul olunur. Və beləliklə də insan öz aləminin qurucusudur, yaradanıdır, həm yarananıdır. Ancaq biz həmişə ali, adi mövqelərdən söhbət etmişik. O məqamların da özünün müstəsna yeri vardır ki, bu dövrü təkrarlıqda əvəz olunmadır, yeniləşmədir ki, insan ali mərhələdən adi həyat tərzinə, adi həyat tərzindən ali həyat tərzinə üz tutur. Spinoza deyir ki, insan özünü və təbiətin nizamını dərk etdikcə azadlığını artırır. Bu mənada ki, oyanışlı insanlar özünü dərk edir. Və özünü dərk etmədə də başda Allahımız olmaqla ali varlıqlar köməklik göstərirlər. Necə ki, biz övladlarımızı həm tərbiyələndiririk, həm onların elmi biliyə sahib olmalarına köməklik göstəririk və inkişafına bir zəmin yaradırıq. Eləcə də bizim əzizlərimiz, başda Allahımız olmaqla ilahi varlıqlar bizə bu kimi köməklikləri edirlər. Biz də həyat nizamını dərk etdikcə özümüzü rahat və azad hiss edirik və tam azadlığa nail olmaq üçün də həyat sirlərindən agah olmalıyıq. Bu, bizim devizimizə çevrilib ki, biz mütləq həyat sirlərini öyrənməliyik. Həyat fəlsəfəsini mənimsəməliyik ki,
həyatımız arzuladığımız kimi formalaşsın. Descartes deyir ki, şuur insanın öz varlığının sorğulamasının başlanğıcıdır. Əlbəttə ki, biz daim düşünürük və düşünməliyik. Şuur daim inkişaf etməlidir. Dövrü təkrarlıqla elə yeniləşməlidir və yaxud da ki, əvəz olunmalıdır desəm səhv olmaz. Ki, hər bir mövcud zamana uyğun bizim düşüncə tərzimiz formalaşmalıdır və geniş şəkildə isə kainatla maraqlandıqca bizim şuurumuz daha da inkişaf edir və şuur da, yəni ki, düşünmək bizim varlığımızın əsasıdır. Eyni zamanda da öz varlığımız haqda sualları öyrənməyə bir təkandır, bir stimuldur. Həyat barədə dərindən düşünməli olduğumuz zaman elə öz varlığımızın sorğularının başlanğıcı hesab olunur. Konfutsi deyir ki, özünü islah edən insan ailəsinə, cəmiyyətinə və dünyaya yaxşılıq gətirə bilər. Biz də bu əzmdəyik, bu cəhdəyik ki, əvvəla özümüzə diqqəti artırmalıyıq, özümüzü tərbiyələndirməliyik, islah etməliyik və dərin düşüncəyə malik olmaqla ətrafımızda olan əzizlərimizə, eyni zamanda cəmiyyətə və bəşəriyyətə bir töhfə vermiş oluruq. Və bu töhfələrin də sayı artmalıdır. Bacardığımız qədər əvvəla Allahımıza, onun qanununa, eyni zamanda da əsasımız olan insana, insanlığa xidmətdə olmalıyıq. Yəni, vacib olan töhfələrlə həm özümüzün, həm ətrafımızda olanların, bizə üz tutanların və ümumən də bəşəriyyətin inkişafına təkan vermiş oluruq. Yəni ki, bu da bizim öz tərəfimizdən bir həyat inkişafına köməklikdir, vacib təsirdir. Nəhayətdə insanın ən böyük yolculuğu öz daxilinə etdiyi yolculuğudur. Bu özünü dərk etmədir. Özünü dərk edən Allahımızı dərk edər və eyni zamanda qoynunda yaşadığı həyatı anlaya bilər və belə də olacaqdır inşallah. Özünü tanıdıqca həqiqətə yaxınlaşar insan. Həqiqətə yaxınlaşdıqca daxilindəki nuru görər. O nur bizim Allahımızın zərrəciyidir ki, biz o nurun daha da genişlənməsinə imkan şərait yarada bilərik. Bu şərtlə ki, özümüz saflaşaq, təmizlənək, eyni zamanda əqli inkişafda olaq, ağlımızla, düşüncəmizlə mənəviyyatımız tarazlıq təşkil etməlidir və belə olan halda bizim nurumuz getdikcə artır. Bu mənada ki, müsbət ruhların miqdarı çoxaldıqca o miqdar nəhayətdə nura çevrilir. Elə nur deyəndə bu Allahımıza qovuşmaq deməkdir. Hansı ki, indi mən o barədə oxuyacağam. Və çox maraqlıdır və incəliklə də biz buna yanaşaq. Başlıq belədir. Uols soruşur Allahından. Ancaq Allahımız vahiddir, hamımızın Allahımızdır. Və hər kəs də Allahın varlığını öz dərrakəsinə görə başa düşür, qəbul edir. Belə hesab edək. Mən deyirəm, mənim Allahım.
O os deyir mənim Allahım. Qeyriləri də deyir mənim Allahım. Bunu müqayisə ilə belə başa düşək. Bir atanın, ananın 10 evladı vardır. Hansından soruşsan ki, o şəxs kimdir, deyəcək mənim atamdır. O biri də deyəcək mənim atamdır. Beləliklə hər bir yəni ki, nəfər bacı, qardaş olaraq deyir mənim atamdır. Bu çox Allahlılıq demək deyil. Allahımız vahiddir. Hamının Allahıdır. Hamı da Allahımızın evladıdır. Deyir ki, sənə qovuşmaq nədir? Sual edir də. Biz sənə necə qovuşacaq? Sən haradasan ki, qovuşaq? Allah deyir, sən mənə qovuşa bilməzsən. İlk baxışda adama elə gəlir ki, heç bir kəs Allahına qovuşa bilməz. Və belə başa düşürlər ki, o böyükdür, o ucalardan ucadır, belə də vardır və səmada öz taxtında, haqq dərgahında əyləşib bütün aləmi idarə edir. Amma davamı belədir ki, çünki sən heç vaxt məndən ayrılmamısan. Bir olduğumuz halda, yəni necə qovuşa bilərik bu haqda, niyə düşünək ki, onsuz da biz qovuşmuşuq da, bir-birimizdən ayrılmazıq. Və bu bir həqiqətdir. Biz görürsünüzmü, nə qədər incəliklərlə manevr edirik, bu kimi fikirlərlə mübadilədəyik, fikir mübadiləsində müzakirə edirik. Hələ tam əhatəli o barədə yekun qərar verməmişik. Nəyə görə? Çünki indiyə qədər eşitdiklərimiz, bildiklərimiz müəyyən qədər fərqlidir. Öz təsiri altında saxlamaqdadır. Amma o çərçivəni biz aşmalıyıq bu mənada ki, əsl mahiyyəti bilməliyik. Əsl mahiyyəti hər kəs doğru düzgün başa düşə bilməz. Yəni, bu kimi fikirlərə qeyriləri belə münasibət bəsləyər ki, bunlar Allahı bu qədər ucuzlaşdırırlar. Amma bu ucuzlaşdırmaq deyil. Bu kimi fikirlərlə biz öz kiçikliyimizi Allahın böyüklüyü qarşısında qəbul edə bilirik, başa düşə bilirik. Bu, hörmətdən, məhəbbətdən, sevgidən irəli gəlir. O qədər qorxu ilə Allahı uca bilənlər var ki, qüdrətli sanırlar və yaxud da ki, əl çatmaz hesab edirlər. Elələri də yanılırlar və eyni zamanda Allah qanununa zidd getməkdən də çəkinmirlər. Bilərəkdən də, bilməyərəkdən də bu addımları atanlar vardır. Biz isə öz məsuliyyətimizi bilməliyik və məlumatlandıqca da məsuliyyətimizi daha dərindən başa düşürük. O olsun Allaha qovuşmanı 3 misalla O olsun Allahı qovuşmanı 3 misalla izah edir. Birinci izah. Deyir ki, dalğa və okean misalı. Sən dalğasan, mən okeanam. Müqayisə edir. Dalğa okeandan ayrı deyil. Ən böyüyünü götürür də, sən də dalğasan. Dalğa deyir, mən okeana qovuşacağam. Bu istəkdə olur və belə düşünür. Məcazi olaraq da bənzətmə ilə başa salır. Okean gülür, deyir, sən onsuz da okeansan. Hər hansı bir su kütləsi bütöv görünür, damlalardan ibarətdir. Hər hansı bir damlanı götürüb ondan fərqli hesab etsən, yanılarsan axı. Hər bir damla o kütlənin özüdür. Yəni, o həcmdə elə həmin su kütləsidir. Olsun okean və yaxud da ki, torpaqdan bir zərrəcik götürək, biz ona başqa ad verə bilmərik axı.
ümumən götürəndə, müqayisədə o çox kiçikdir. Dünya isə böyükdür. Amma o torpağın özüdür. Və yaxud da ki, ad almış nə varsa hər şey başqa cür başa düşülür. Taxta kimi, dəmir kimi, su kimi, ağac kimi, canlı varlıq kimi. Amma hamısının tərkibi torpaqdır axı. Biz isə torpaq demirik ona. Adlarla başa düşürük, qəbul edirik. Bu da belədir. Bütün canlıları biz fərqləndiririk. Amma hər bir yaranmış bu böyüklükdə kainatın bir zərrəsidir, özüdür. Özündən ayrı deyil. Sən sadəcə özünü dalğa zənn edirsən. Necə ki, insanlar özünü bəndə hesab edir və Allahın böyüklüyü qarşısında kiçikliyini etiraf edir, elə də başa düşür. Amma o böyüklük qarşısında böyüklük etmək özü bir nadanlıqdır. Yəni, öz yerini də bilməlisən, kiçikliyini qəbul etməlisən, Allahın böyüklüyünü də qəbul etməyə bilməzsən. Ancaq ondan ayrı deyilsən axı. Və bir çox insanlar var ki, qəbul edə bilməz ki, insan öz varlığında Allahı deyərdim yaşadır. Kükrəyərlər, qəbul etməzlər ki, bu nə danışır? Amma bu həqiqətən belədir axı. Çünki belə incəliklərə varmayıblar. Biz də həmişə deyirik ki, biz kainatın qoynundayıq. Kainat da bizim ağlımızın çevrəsi daxilindədir. Bir-birimizdə yaşayırıq. Bir-birimizin əksiyik, bir-birimizin eyniyik. Fərqlə, müxtəlif anlamda başa düşülür. Biz bəşər evladıyıq, biz adamıq, biz insanıq, Allah isə yeganədir, təkdir və Allahdır. Amma elə bir sir də vardır ki, insan varlığında sirlənmiş Allahımız təkan verir insanın əqli inkişafına. Özü də zaman-zaman aşkarlanır, məlum olur, böyüyür və öz məqamında qəbul olunur. Bunlar biraz dərin fəlsəfədir. Yəni ki, mərhələ-mərhələ o fikirlərə çatmaq lazımdır. Deyir, sən sadəcə özünü dalğa zənn edirsən. Və elə bil ki, insana deyilir, bir dalğa olaraq ki, sən insansan, bəşər evladısan, amma məndən ayrı deyilsən, özünü kiçik, aciz bilirsən. Sənin böyüklüyün də vardır, o sənin varlığında sirlənmiş, başa düşülsün deyə belə deyirəm, bir proqramdır. Həmişə də misal gətirmişəm də sizlərə, adicə bir çərdək ağac deyil, amma ağacı özündə sirləndirir. Ona sadəcə zaman lazımdır ki, inkişaf etsin, gəlsin, o böyüklüyə çatsın. Bəşər evladı da belədir. Sanki müqayisədə ağacın bir çərdəyidir. Amma onun varlığında sirlənmiş həmən ağac vardır ki, o bar gətirir. Müəyyən qədər zaman lazımdır ki, o çərdək torpağın qoynunda yetişsin, inkişaf etsin, illərdən sonra nəhayət öz formasını alsın. Bizim üçün də bu maddi dünyaya əsasən fikirləşsək, bir zaman müddəti lazımdır ki, biz əqli inkişafla getdikcə ziyalanaq, nurlanaq və Allahımızın öz varlığına daxil olaq, bütövləşək və ona çevrilək. Bəli. Yəni ki, insanın bir tərəfi Adəmdir, yəni bəşər evladıdır, bir tərəfi Allahdır, Tanrıdır. Hər ikisini özündə əks etdirir, həm əqli baxımdan, həm cismani baxımdan.
Amma görürsünüzmü, hər bir kəs bu müqayisəni qəbul edə bilmir, anlaya bilmir. Çünki məlumatsızdır. Allahımız da istəyir ki, biz həqiqətə çataq. Həqiqətə çatmaq bu həyatın elə gedişatıdır. Dini kitablar deyəndə ki, Allaha qayıdacaqsınız, yəni ki, Allaha qovuşacaqsınız, düz deyir. Amma qayıtmaq uzaq bir səfərdən qayıtmaq deyil, oyanmaqdır. İnsan oyanışı ilə özünü dərk edir. Özünü dərk edirsə, Allahı dərk edir və bilir ki, Allahı ilə ayrılmazdır. Allah, onun Allahı, onun öz varlığındadır, öz daxili aləmindədir. Mən də sizlərə demişəm, bütün kainat, bütün aləm insanın öz düşünüb xəyal etdikləridir. Öz aləminin həm ağasıdır, həm quludur, həm Allahıdır, həm adamıdır. Yəni, bu iki məqamla bütöv kainat əbədi yaşamağındadır. Dalğa anlayır ki, dalğa deyəndə elə insanı başa düşün, bəşər evladını başa düşün. Oxuyan deyəndə bənzətmə ilə də, müqayisədə Allahımızı başa düşək. Dalğa anlayır ki, mən okeandan ayrı deyiləm. Okeanın özüyəm. Sən mənə qayıtmırsan. Sən olduğunu xatırlayırsan. Yəni, sən mənə qayıtmırsan, sən olduğunu xatırlayırsan. Yəni, başa düşürsən, artıq anlayırsan. Sən özündən haraya gedirsən və yaxud da ki, haraya qayıdırsan, hansı ki, elə hər şey sənin varlığındadır. İkinci, nəfəs misalı. Allah deyir, mən nəfəsəm. Sən nəfəs alıb verməksən. Sən nəfəs alıb çıxırsan dünyaya. Buna doğulmaq deyirsiniz. Bənzətmə ilə deyilir də, necə ki, okeanla dalğanın müqayisələndirdiyi kimi deyir ki, mən nəfəsəm. Sən nəfəs alıb verməksən. Nəfəs alıb verirsən də, hamımız nəfəs alıb nəfəs veririk. Bəs nəyi alıb, nəyi veririk? Deyir, mən nəfəsəm, sənin nəfəsinəm. Yəni, biz nəfəs almasaq yaşaya bilmərik. Bizi yaşadandır. Sən nəfəs alıb çıxırsan dünyaya. Buna doğulmaq deyirsiniz. Necə ki, anadan doğulmaq var, günəşin doğması var, günəşdən doğulan onun şəfəqləridir. Bəxş etmək var, yaranmaq var, yaratmaq var. Nəfəs verib, içəri qayıdırsan. Buna ölmək deyirsiniz. Demək, nəfəs almaq, doğulmaq kimi qəbul olunur bu mənada. Nəfəs vermək, ölmək kimi. Yəni, biz doğulmaq üçün ruh alırıq, ruh qəbul edirik ki, həyata doğulaq. Və əgər ruh veririksə, yəni buna deyirlər can verdi. Ruhu can kimi də qiymətləndirən var, deyənlər vardır ki, ruhu verəndə buna ölüm deyirik. Yəni insan canını tapşırdı, ruh ondan ayrıldı. İnsan öz varlığında olan ruhu verdi. Biri var, o ruhu qəbul edə, ana bətnində inkişaf edib doğula. Bir də ömrü başa çatdıranda və yaxud da ölüm məqamı yetişəndə ruhunu verir, yəni nəfəsini verir və dünyasını dəyişir. Buna ölüm deyirsiniz. Amma nəfəs həmişə mənəm. Yəni, aldığın nəfəs, verdiyin nəfəs mənəm. Sən
gedib gəlirsən, nəfəs alıb nəfəs verirsən. Mən yerimdə deyiləm. Mən gediş gəlişin özüyəm. Dediyim kimi, biz nəfəs almasaq, nəfəs verməsək, yaşaya bilmərik axı. Canlı ola bilmərik. Demək, bizi yaşadan və el təbirincə deyək, öldürən Allahımızdır. Ona görə deyir, nəfəs alıb. Nəfəs, gedib gələn nəfəs mən özüməm. Qovuşmaq nəfəs verməkdir. Yorulanda evə qayıtmaq kimi. Yəni, dünyanı dəyişəndə o deyirləri, öldü, Allaha qovuşdu. Bunu iki tərəfli qəbul etmək olar. Qəbul etsək də, etməsək də bu bir həqiqətdir ki, mən demişəm bunu ki, nur olmadan Allaha qovuşmaq mümkün deyil. Çünki Allahımız ancaq nur verir, nur qəbul edir. Bütün yaranmışlar da yaxşı və ya pis kimi başa düşdüklərimizin hamısı da nurun dəyişmiş formalarıdır, yeniləşmiş formalarıdır. Ümumən götürəndə nurlu insanda, nursuz insanda Allaha qovuşur. Amma necə qovuşur? Nurlanmaqla. Və söhbətlərimdə demişəm, vaxt gələcək, bütün varlıqların hamısı Allaha qovuşacaqdır. Yəni, kainatın sıxılma prosesinin son məqamında nələr varsa hamısı uca varlıq tərəfindən qəbul ediləcək. Yenidən həyatın təşəkkül tapması üçün bu uca yaradanın oyanışıdır. İki məqamda oyanış gedir. Adi məqamda və ali məqamda. Biri doğuluş adlanır, biri bəxş olunmadır və yaxud da ki, nurlanmadır. Hətta onu da demişəm ki, cəhənnəmdə zülm çəkənlərin özləri də nəhayətdə o məqam, o məkanı oyanışla tərk edəcəklər, oyanışla, özünə qayıdışla gəlib bu məqama çatacaqlar ki, onlar nurlanıb Allaha yetişəcəklər. Beləliklə, paçlıqla, saflıqla yaranan, var olan həqiqət yenidən bərqərar olmalıdır. Yəni, kainat yenidən təşəkkül tapmalıdır, həyat yenidən yaranmalıdır. Ləkəli halda bu mümkün olan deyil. Necə ki, paçlıqla nur zərrəciyi olaraq Allahımızdan ayrılmışıq və paçlıqla da yenidən ona qovuşacağıq. Bu yeniləşmədir, bu dəyişmədir. İndi növbətidə deyilir ki, yəni yorulanda evə qayıtmaq kimidir. Allahın varlığından bəxş olunmuşuq, keşməkeşlərdən keçib yenidən Allahımıza qayıtmaqdır. Ki, evdən çıxdın, getdin, evinə qayıdıb gəlməlisən. İndi üçüncü belədir. Sevgi misalı, yəni misal çəkilir. Ən dərini. O soruşur. Bəs o qovuşanda nə hiss edəcəyik? Yəni, o qovuşmada nə hiss edəcəyik? Belə deyilir. Tərcüməyə görə cümlə düzgün qurulmur da. Bəs o qovuşanda nə hiss edəcəyik? Və yaxud da belə deyə bilərik. Allahımızla biz qovuşanda, Allah bizə qovuşanda, bunu belə də demək olar. Ki, nə hiss edəcəyik, necə başa düşəcəyik ki, biz Allahımızla qovuşduq. Allah deyir, sən sevgini indiyə qədər kənarda axtarmısan. Bir qızda və yaxud da bir oğlanda, pulda, Kəbədə, yəni Məkkəni, Kəbəni ziyarət etmək kimi. Bunda axtarıbsa o sevgini. Qovuşanda anlayacaqsan ki,
Axtardığın sevgi sənin özündə imiş. Sənin axtardığının özü imiş. Qovuşmaqda iki şey olur. Bu qovuşma elə deyildiyi kimi insanın oyanışıdır. Oyanış o deməkdir ki, varlığımızda olan uca Allahımızın zərrəciyi ki var, ona meydan açılır və nəhayətdə insanın dərrakəsini genişləndirməklə, zənginləndirməklə Allahımız elə bir məqama çatdırır ki, bərabərlik yaranır. Bəşər övladı Allah məqamına çatır. Bunu mən misal olaraq belə deyərdim. Burada indi oxusam gərək izah verəm, bir şeyi deyim. Volqa-Don kanalı ki var idi, onu tikmişdilər, əsasən də dustaqlar tikmişdilər. Volqa-Don çayları fərqli relyefdə axırlar. Biri relyefə görə yüksəkdədir, biri aşağıdadır. Və ikisinin arasında müəyyən qədər əlaqə yaratmaq üçün hovuzlar tikmişdilər, hazırlamışdılar və elə bil ki, mərhələ-mərhələ yüksəkliyə və yaxud da yüksəklikdən aşağıya doğru uzanan kanal. Bu çaydan gəmi o çaya getməlidir. Ona görə birinci hovuza daxil olur. Necə daxil olur? Qapılardır, şülüz deyirlər. O şülüz qaldırılır, çayla hovuzdakı suyun səthi bərabərləşir. Gəmi keçir ora. Sonra tikiliş elədir ki, o hovuza suyu buraxırlar, su artdıqca gəmini qaldırır yuxarı. O hətta qədər ki, indi ikinci hovuzla bərabərləşir. Qapı bağlanır, suyu doldururlar. Belə-belə o mərhələləri adlaya-adlaya keçir növbəti çaya. Çayın səviyyəsi ilə bərabərləşir su. Gəmi rahatca keçir ora və axınla istədiyi yerə gedir. Bizdə oyanış ki baş verdi, birbaşa Allahla qovuşmaq yoxdur. Bu özünə qayıdışdır, özünü dərk etmədir. Biz əqli cəhətdən inkişaf etdikcə, demək, mərhələ-mərhələ Allah məqamına yaxınlaşırıq. Elə deyək, haqq dərgahına yaxınlaşırıq. Axırda uca Allahımız bizi o səviyyədə yetişdirir ki, özünün ağlı səviyyəsinə çatırıq, nurlanırıq, tam mənası ilə kamil oluruq və onda Allahımızla bərabərləşirik, eyniləşirik. Yəni bunu belə deyək də, dini baxımdan izahlandıracaq olsaq, dində belə şeylər qəbul olunmur. Başqa cür deyimlər vardır. Amma bir çox filosoflar və yaxud da ki, bir çox dahi insanlar var ki, bax, bu halları belə deyərdim də, pərakəndə halda deyiblər. Hər kəs öz fikrini söyləyib. Amma hamısı bax, bu həqiqətə istiqamətlənmiş olub. Burada deyilir ki, qovuşmaqda iki şey olur. Görək nədir o? İtirsən, sənin mən dediyin kiçik egon itir. Yəni, itirəcək olsan, bu halda oyanış zamanı sənin o mənəm dediyin, mən dediyim itir gedir. Yəni, insan təvazökar olur. O cür mənəmlikdən, təkəbbürdən uzaqlaşır. Adın, millətin, dinin, qorxuların hamısı əriyir. Buna sufilər fəna deyir. B. İkinci yəni. Tapırsan. Nəyi tapırsan? Ego itəndə gerçək sən qalır. Yəni, mənəmlik itir. Amma nəyi tapırsan? Sən olduğunu, yəni sadəliklə, təvazökarlıqla öz varlığını dərk edirsən. Artıq burada sən bir şəxsiyyətə çevrilirsən. Orada
O hisi, pası, çirki gedir, safı qalır. Sən olursan özünü dərk edən varlıq. O sən, o sən mənəm deyir. Buna bəqa deyilir. O sən mənəm. Yəni insan bütün səhvliklərdən uzaqlaşır. Ona ləkə gətirəcək nifrindən, kindən, o qisas hissindən, qəddarlıqdan uzaq olur, saflaşır, təmizlənir, nəhayət o özünün saf bir hissəsi qalır ki, nurlu hissəsi. Deyir, o mənəm. Bax, bizlər də Allahımıza qovuşmaq üçün bütün qüsurlardan uzaq olmalıyıq. Qüsurlardan təmizlənən Allaha qovuşur. Ona görə deyir ki, yəni biz bu maddi dünyada çox səhvlərə yol vermişik və səhvlər edirik. İndi o səhvlərdən uzaqlaşdıqca biz adi həyatdan, adi məqamdan ali məqama uzaqlaşırıq, yaxınlaşırıq. Yəni, belə deyək, bütün keyfiyyətlərə sahib olandan sonra müqəddəsləşirik. Müqəddəsləşən insan nurlanır, tam nura çevrilir, tam kamil olaraq Allahın varlığına qovuşur, eyniləşir. Başa düşüləcək tərzdə hələ ki bunu deyirəm. Və zaman-zaman da bu kimi fikirləri izahlandırmağa ehtiyac vardır və inşallah bunu da edərik. Bununla da bu söhbətimi yekunlaşdırıram. Məni dinləyən, şərh yazan, yazmayan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Sizinlə bahəm gözə görünməz halla, vəziyyətlə, ali qüdrətləri, Allaha sədaqətlə xidmət edənləri Allah eşqi ilə salamlayıb alqışlayıram. Ana yurdumuza, ana torpağımıza, ana vətənimizə təşəkkürümü ishar edirəm məhəbbətlə. Şükr edirəm Allahımızın varlığına, minnətdaram Allahımıza əbədi olaraq və əbədiyyən də o uca varlığın, o ülviyyətin sevə-sevə səcdəsində və xidmətindəyəm. Münasibətinizi bilmək istəyirəm, buna görə də bu söhbətlərə müqabil uyğun olaraq fikirlərinizi yazın. Həmişə deyirəm, bəlkə hansısa sual sizi maraqlandırır, xahiş edirəm, qeyd eləyin ki, biz daha dərindən mükalimə edək. Hələlik bu qədər. Sağ olun, salamat qalın, növbəti görüşümüzdə, söhbətimizə dək.